Professor Qərib Mürşidov Kembriçdə çalışan görkəmli alimdir. Qərib Mürşidov 1980-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinə daxil olub. O 1985-ci ildə Ali Təhsil Ocağını fərqlənmə diplomu ilə bitirib. Qərib Mürşidov daha sonra Moskva şəhərində SSR Elmlər Akademiyasının Kristallografiya İnstitutunda çalışıb. Elə burada da 1993-cü ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib. Onun fəaliyyətinin əsas hissələrindən biri Dumanlı Albionla bağlıdır. Belə ki, Qərib Mürşidov Böyük Britaniyanın York Universitetinin Kimya fakültəsində işləyib. Qərib bəy burada nə az, nə çox 18 il fəaliyyət göstərib. O 2011-ci ildən isə elmi dünyada böyük nüfuza sahib olan Kembriçdə molekulyar biologiya laboratoriyasında qrup rəhbəridir. Bu laboratoriyanın adı elmi dairələrdə Nobel mükafatı zavodu kimi tanınır. Təsəvvür edin, burada indiyədək 15 Nobel laureatı yetişib. Professor Qərib Mürşidovun tədqiqat sahəsi riyaziyyat, statistika və kompüter elmlərinin molekulyar biologiyada tətbiqidir. Molekulyar biologiya canlı hüceyrələrdə baş verən prosesləri molekulyar səviyyədə öyrənən elmdir. Yəni hüceyrənin içində olan DNT, zülallar və onların qarşılıqlı təsirinin necə işlədiyini araşdırır. Qərib Mürşidovun hazırladığı proqramlardan dünyanın müxtəlif ölkələrində mikromolekulların quruluşunu öyrənən alimlər istifadə edir. 60-dan çox elmi məqalə və bir neçə kitabın müəllifi olan professorun işlərinə ümumilikdə 20 min dəfədən çox istinad edilib. Bu xaricdə çalışan Azərbaycanlı alimlər arasında rekord göstəricidir. Professor dünyanın bir çox ölkəsində Yaponiyadan Braziliyaya, Hindistandan Amerika Birləşmiş Ştatlarına qədər beynəlxalq kurslar təşkil edir, gənc alimlərə dərs deyir.